Mən bu gün sizə cinsi yolla keçən infeksiyaların diaqnostikası haqqında danışmaq istəyirəm. Son zamanlar məndən soruşurlar ki, cinsi yolla keçən infeksiyaları necə təyin etmək olar? Nəzərinizə çatdırım ki, son vaxtlar sosial şəbəkələrdə cinsi yolla keçən infeksiyaların diaqnostikası ilə bağlı bəzi məlumatlar yayımlanıbdır. Burada göstərirlər ki, müxtəlif yolla, əsasən də sidik vasitəsilə cinsi infeksiyanı təyin etmək olar. Amma təəssüf ki, bu düzgün deyildir. Yəni ki, ən düzgün diaqnostika PCR metodu ilə, yaxma metodu ilə cinsi infeksiyanın təyin edilməsidir. Bu qızıl standart dünyanın hər yerində qəbul edilmişdir. Yəni ki, PCR yaxma metodu ilə bütün cinsi infeksiyalar aşkar olunur. İstər keçmiş, istərsə də təzə cinsi infeksiyalar məhz PCR metodu ilə aşkarlanır. Amma sidiklə aparılan müayinə bu qədər dəqiq olmadığına görə bu qəbul edilmir. Amma bilmək lazımdır ki, bəzən bizim pasiyentlər hardansa eşidirlər ki, qorxuludur, çətindir və s. Amma elə deyildir. Yəni ki, bir dəfəlik çubuqlardır, onların da başında pambıq vardır. Məhz bu çubuqların köməkliyi ilə xəstələr səhər tezdən sidiyə çıxmamış gəlirlər və yaxud sidiyə çıxdıqdan 4 saat sonra yaxınlaşırlar. Kanaldan gələn şirə götürülür və PCR yaxma metodu ilə diaqnostika edilir. Bunları deməkdə məqsədim odur ki, əgər hər hansı bir cinsi infeksiyadan şübhə varsa, həmin xəstə öz cinsi infeksiyalarını yoxlamaq istəyirsə ki, ona bir xəstəlik keçib ya yox, mütləq PCR metodu ilə yaxma analizi versin və dəqiq bilsin. Və bu zaman təbii ki, diaqnostika düzgün aparıldıqda müalicə də düzgün aparılır və sonunda düzgün nəticə əldə etmək olur.